Hanımlar, deməli çantanı toxumaq üçün bizə belə bir ip, bu pambıq ip də ola bilər, makrome iplərdən də istifadə edə bilərsiniz. Bu qalınlıqda olan belə çox nazik olmasın. Nə çox qalın, nə çox nazik olmasın. Sonra bizə belə bir sancaq lazımdır işarələmək üçün. Bir də milçə lazımdır. Mənim milçəm 3 millidir. Deməli, bu formada götürürük. Belə qoyuruq. Bir dəfə bənd eləyirik bu formada. Daha sonra 7 dənə ilmə çıxardırıq. 1, 2, 3, 4, 5, 6 və 7. 7 ilməni toxuduq və ipi belə çəkirik. Burada birləşdirməni formada eləyirik. Buradan birincinin baş tərəfindən, birinci toxuduğumuzun baş tərəfindən bu formada giririk. Bu formada toxuduq. Bunu elə formada toxuyuruq ki, bir üstə çıxmadan hərlənə elə toxuyuruq. Ona görə bu sancağı taxmaq lazımdır ki, sancaq olmasa da olar. Bir ip taxın, nəsə bir işarələyin ki, bilinsin ki, harda, axırıncı dəfə hardan toxumusunuz. İndi 7 dənə toxuduq. İndi hər birinin içindən 2 dənə götürməklə və altda qalan da formada eləyirik. Hər birinin içindən 2 dənə götürürük. Olur 14 dənə. Hər birini formada ip mayna olmasın. Baş tərəfindən götürürük. Bu formada başından salırıq. Bu formada götürürük. Hər birinin başından salırıq. Və 2 dəfə. 7 dənə olur 14. Formada toxuyuruq. Belə. Arasından yox, dibindən salırıq. Hər iki qanadını. 1 və 2. Bir daha dibindən salırıq. 1 və 2. Bunu daha sonra da eləyə bilərsiniz. Toxuya da birləşdirə bilərsiniz. Bir daha göstərirəm. Buradan hər iki qanadının altından salırıq. 1 və 2. Bir və 2. Gəldik. Bu başa çıxdıq. Birinci. Sancağı çıxardıram. Deməli, əvvəl 7 oldu. Daha sonra hər birindən 2 dənə çıxartdıq. 14 oldu. İndi bir tək toxuyuruq. Hər birindən 2. Bir tək toxuyuruq, bir cüt toxuyuruq. Deməli, bir tək toxudum.
bu formada ve bir daha işarələyirik buradan. Həmin toxuduğumu işarələyirəm. İndi bir cüt toxuyuram. Bir ve eyni yerden salıram. Başlayayım. Düzgün salmamışım. Bir tek dokudum. Şimdi buradan iki tokuyuram. Birini götürdüm ve ikincini de götürürüm. Bir tek, bir cüt. Bir daha bir tek tokudum. Buradan cüt tokuyuram. Bir ve iki. Bir daha bir tek tokuyuram. Bir cüt tokuyuram. Bir ve eyni yere salıram. İki. Bir daha bir tek tokuyuram. Bir daha bakın. Bir ve iki. Bir daha bir tek tokuyuram. Növbəti her iki kanadının altından salıram. Bir, iki. Bir daha bir tek tokuyuram. Növbəti bir ve iki. Bir daha bir tek tokuyuram ve bir, iki. Bir tek dokudum, bir cüt. İndi geldik yine de başa, eyni yere. İndi burada iki tek tokuyuram, bir cüt tokuyuram. Bir, yeni yeri işarələyirik karışmamak için. Bir, iki. İki tek tokudum ve bir cüt tokuyuram. Bir, yeni yerden çıkardıram. İki. Bir tek tokudum. Bir ve iki. Bir tek tokuyuram. Bir, iki. Bir tek tokuyuram. Bir, iki. Deməli, bir tek, bir cüt. Bir tek, bir cüt, bir tek, bir cüt, bir tek, bir cüt, bir tek, bir cüt. Sona kadar bir tek, bir cüt tokuyaq. Hanımlar, deməli geldik, başa çatdıq. Burada
Deməli 1 yine işarələyirik. Bura hər dəfə. Deməli burada 1 2 2 tək toxuyuruq. 1 cüt toxuyuruq. 1 2. Deməli 2 tək toxuyuruq. 1 2 tək toxuyuruq. 1 cüt toxuyuruq. Eyni yerdən ikisini götürürük. Bu formada başa qədər toxuyuruq. 2 tək, 1 cüt. 2 tək, 1 cüt. Bu formada bura qədər gəlirik. Deməli gəldik sona çatdıq. 2 tək, 1 2 1 cüt. Sancağı çıxardırıq. Deməli 1 cüt. 1 sancağı salırıq. Bu sırada deməli 1 2 3 tək toxuyuruq. 1 cüt toxuyuruq. 1 eyni yerdən bir də çıxardırıq. 2 3 tək, 1 cüt. 1 2 3 3 tək, 1 2 1 cüt. Bura qədər 3 tək, 1 cüt. Bu formada toxuyuruq. Gəldik sona. 3 tək, sonuncu 1 eyni yerdən çıxardırıq. 2 3 tək, 1 cüt. Bir daha sancağı çıxardırıq. Buradan 1 2 3 4. Burada 4 tək, 1 cüt. 4 tək toxuduq. İndi 1 cüt toxuyuruq. 1 2 4 tək toxuyuruq. 1 2 3 4 4 tək toxuduq. 1 cüt toxuyuruq. 1 eyni yerdən çıxardırıq. 2 bir daha 1 2 3 4 tək və 1 eyni yerdən çıxardırıq. 2 2 1 cüt. Bu formada 1 2 3 4 və 1 cüt toxuyuruq. 1 2 bir daha 1 baxın buradan hər iki qanadını götürürəm. 2 hər iki qanadını götürürəm. 3
4. 4 tek götürdüm. Şimdi 1 2 3 götürürüm. 1 2 3 4. 4 tek götürdüm. 1 çift götürürüm. 1 1 2 3 ve 4 tek götürdük. Sonuncu 1 2 4 tek götürdük, bir cüt. İndi bu sırada deməli 5 yox, 1 2 3 4 5 6 götürüp 7. cüt götüreceğiz. Çünkü 5 götürsək burada bir cütün üstüne düşür. Ona göre. Ona göre ben bu sıranı belə eləyirəm. Forması itməmək üçün bu dəfə 5 yox, 6 tek götürüb bir cüt götürəcəm. 1 sancağı salırıq. 2 3 4 5 ve 6. 6 götürdüm. 7'ncini 2 götürürüm. 1 eyni yerden götürürüm. 2. Bir daha 6 götürürüm. 6 tek tokuyuram. 7'ncini cüt tokuyuram. Bu formada. 1 2 3 4 5 6 ve 7'ncini 1 ve 2 bu formada götürürüm. Bir daha 1 2 3 4 5 6 tek götürdük. 7'ncini 1 ve 2 1 2 3 4 5 6 ve 7'ncini 1 2 götürürüm. Sonra gerek 1 2 3 4 5 6 7'ncini 1 2 götürdüm.
1 2 3 4 5 6 ve 7'ncini yine boşa götürürük. Bu formada tamamladım. Deməli, indi növbəti sırada hər birinin içindən bir dəfə götürürük. Gəldik. 1 hər bir ilmənin içindən bir ilmə götürürük. Bax, bu formada baş tərəfindən saldıq. Bir daha başından salırıq. Tam başından hər iki qanadını götürürük. Bu formada hər birinin içindən bura gələnə qədər hər birinin içindən bir dənə götürürük. Bu formada. Bax, bu formada başından götürdüm. Toxudum. Başından götürdüm. Toxudum. Başından götürdüm. Toxudum. Sona qədər toxuyaq, gələk. Deməli, xanımlar, hər bir ilmənin içindən bir dənə çıxartmaqla gəldik. Sona çatdıq. Ən sonuncuları da toxuduq. Və sancağı çıxardıb bu formada bir içindən deməli sonuncunu çıxartdıq. Bunun içindən saldıq. Bir dənə belə bu formada keçdik bu tərəfə. Deməli, mənim üçün yetərlidir bu qədər. Bunu ölçürəm. Neçə santı olduğuna baxıram. Deməli, 13 santı yarımdır. Tam ucundan qoyduq. Tam 13 santı. 13 santı. Deməli, bu formada bir dənə də toxuyuruq. 13 santı. Deməli, biz nə etdik? Bir daha sizə xatırladım. Əvvəl 7 ilməkdi. Zincir formasında. 7 dənə toxuduq. Daha sonra o 7'nin içindən hər birinin içindən 2 dənə çıxartdıq. 14 oldu. 3-cü sırada bir tək bir cüt toxuduq. 4-cü sırada 2 tək bir cüt toxuduq. 5-ci sırada 3 tək bir cüt toxuduq. 6-cı sırada 4 tək bir cüt toxuduq. 7-ci sırada deməli 5 tək yox, 6 tək. 6 tək bir cüt toxuduq. 5 tək toxusaq üst-üstə gələ bilərdi cütlər. Ona görə 5 tək toxumadıq. 6 tək bir cüt toxuduq. Bu formada 7 sıra toxudum. Bu eyni formada bir dənə də toxuyaq, daha sonra davam eləyək. Deməli, xanımlar, ikincisini də toxudum. İkisi də eyni ölçüdə, eyni sayda olmalıdır sıraları. Deməli, bunun birini kəsirik, ikincini davam eləyirik. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 və 11. 11 zincir çəkirik. 11 zincir çəkəndən sonra deməli toxuduğumuzun hər birinin tərs üzünü götürürük bu formada. Tərs üzün belə ağız-ağıza qoyuruq. Düz üzləri bayırda qalır. Tərs üzləri içəridə qalır. Bu formada zincirimizi çəkdik. 11 zincirimizi. Daha sonra deməli
Yenilik. Çektiğimiz zincir buradan götürürük. Çıxartdım ilməni. Daha buradan da çıxartdım. Belə oldu. Daha sonra bir zincir çəkirəm. Bir zincir çəkdim. Birincini önüme gelen, çalışın ki bu zinciri düz formada toxuyun ki tərslik olmasın, burulmasın sonra. Bu formada tuturam, saxlayıram əlimdə. Birincini götürdüm, çıxartdım ilmə. Onu içindən keçirdirəm. İkincini de götürdüm. İkincini de içinden çıkarttım. Daha sonra 1 2 3 4 5 6 ve 7. 7 ilməni toxudum. Daha sonra sonda qalan 1 götürdüm, içinden çıkarttım. İkincini de götürdüm. Bu formada içinden çıkarttım. Deməli ikisini toxumadan bu formada içinden çıkarttım. 7'sini toxudum. İkisini bir daha eyni formada içinden çıkarttım. Toxumadan. Sonra geldik bura. Geldik. Deməli buradan başlamışdıq. Onun yanındaki ilmədən götürürük. Bu formada keçirik növbəti sıraya. Bir zincir çekirik ve dönürük. Çektik ve döndürdük. Döndürdük. Burada bu kenarında deməli sümbül formasında görünür. Bu formada sümbüller görünür. Deməli götürürük. Birinci sümbülün içerisinden geçirdirik ve ikincisinden götürürük, geçirdirik. Daha sonra 7 sümbülün arasını bir daha götürürük, toxuyuruq. Aradan götürdük, arxa qanadından 1 2 3 4 5 6 ve 7. 7'sini toxuduq. Daha sonra 1 götürürük, içinden çıxardırıq ve ikincisini de götürdük, içinden çıxartdıq. Bu formada elədik. İndi bir daha növbədə gələn sıranı bu formada bura bənd elədik və bir daha bir zincir çəkdik və döndəririk belə. Döndərdik, bir daha birincini götürürük, çıxartdım, içindən keçirdirəm. Ve ikincini de götürdüm, içinden geçirdim. Bir daha 1 2 3 4 5 6 ve 7 toxudum.
7'sini toxudum və 1 və 2. Hər ikisini bu formada elədim. İndi keçirik növbəti sıraya. Növbəti sıraya keçmək üçün növbəti sıradan bu formada bunu bənd elədik və bir zincir çəkirik. Bu formada yenidən dönürük. Bir daha götürürük. Bir içindən keçirtdik və ikinci içindən keçirtdik. Bir daha 7'sini toxuyuruq. Sonda bir daha 2 dənə. Bu formada deməli eyni mən toxuduğum formada toxuyursunuz. Müəyyən qədər toxuyaq. Mən göstərəcəm sizə. Hara qədər toxumaq lazımdır. Sonunda bir daha 1 və 2 toxuduq və keçirik növbəti sıraya. Növbəti sıraya keçmək üçün nə edirik? Növbəti sıradan formada bənd elədik və bir zincir çəkirik. Eyni qaydada deməli buradan toxuyuruq, gəlirik. Bu qədər. Təxmini 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 18 arası bu formada. Əl içəri girəcək formada da çantanın içinə nəsə qoymaq üçün falan bu qədər təxmini. Bu qədər, bura qədər toxuyuruq. Bura qədər toxuyuruq. Yenidən davamını göstərərik. Bir yerdə davam elətdirərik. Bura qədər toxuyaq, yenidən görüşək. İndi çantamızın qapaq hissəsini toxuyuruq. Onun üçün 23 zincir çəkirik. Deməli, bu formada götürürük. Öncə formada bərkidirik. Daha sonra 23 zincir çəkirik. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22 və 23. 23 zincir çəkdik. Deməli, bu formada zinciri çəkdik. İndi bu formada çeviririk arxa tərəfini. Zincirin tam arxa tərəfini çevirdik. Deməli, arxa tərəfdən bu formada və belə bu formada buradan salırıq. Buradan götürdük. Bir dənə toxuduq. Daha sonra götürdüyümüz var axırıncı. Bunu götürürük bir də. Bir də növbəti bunu götürürük. Bunun üçün bir yerdə bu formada toxuyuruq. Daha sonra yenə də sonuncunu götürürük. Yenə də sonuncunu götürürük. Növbəti bunu götürdük. Üçünü bir yerdə. Daha sonra yenə də götürürük. Buradan üçünü bir yerdə. Daha sonra yenə də götürürük. Götürdük. Və belə görünür. Sona qədər, sonuncuya qədər gəlirik. Ən sonuncudan götürmürük. Sona qədər toxuyaq. Sonda sonuncuya 4 dəfə. Eyni yerdən 4 dəfə götürməliyik.
Sona qədər gələk. Ən sonda davam edək. Deməli, sıranın sonuna gəldik. Bu sonuncudur. Deməli, bunu bir dəfə toxuduq. Daha sonra bir dəfə toxuduq. İndi bura birinciyə sancaq vururuq, işarələyirik. Yerini qarışdırmamaq üçün. Birini toxuduq. Daha sonra ikincini toxuyuruq. Götürdük. Üçüncünü toxuyuruq. Və dördüncünü toxuyuruq. Bura 4 dənə toxuduq. Daha sonra keçirik bu tərəfə. Keçirik. İndi götürdük və buradan deməli birinci aradan salırıq. Çıxartdıq. Üçünü bir yerdə götürdük. Bir, iki, üç, dört. 4 dənə toxuduq. İndi götürürük. Bu 4 dənə toxuduğumuzu dördüncüdən də bir dənə işarə qoyuruq. Unutmamış qoyaq. Qoyduq. Sonra bu axırıncını kənardan toxuduq. Bir də götürürük. Saldıq. Toxuyuruq. Bir daha götürdük. Və burada görünür. Bu formada götürürük. Toxuyuruq. Götürdük. Və toxuyuruq. Götürdük. Buradan salırıq. Çıxardıb toxuyuruq. Bu formada gəlirik sıranın başına qədər. Sıranın başına qədər eyni formada toxuyuruq. Gəlib başa çatırıq. Deməli, baxırsınız ən sonda boşluğa saldıq və çıxartdıq. Çıxardandan sonra deməli bir dənə toxuyuruq və çeviririk. İndi arxa tərəfə çevirdik göründüyü kimi. İndi burada biraz fərqli. Toxuyuruq, bunu çeviririk, keçirdirik arxa tərəfə. Buradan götürdük formada. Keçirtdik önə. Bunu formada bir dənə toxuyuruq. Gördüyünüz kimi. Və arxa tərəfdə ilməni götürürük. Toxuduğumuz son ilməni götürürük. Və buradan salırıq. Burada boşluqlar var. Boşluğa salırıq. Boşluqdan çıxardırıq. Keçirdirik qabaq tərəfə. Keçirdik və götürdük. Bir daha buradan götürürük. Buradan götürdüm. Gördüyünüz kimi buradan saldıq. Bu formada keçirdik qabağa və toxuduq. Bir daha götürdüm. Keçirtdim. Bu formada toxudum. Bir daha götürdüm. Keçirtdim qabağa
arka tərəfə götürdüm, keçirdim qabağa, toxudum. Bu formada deməli göründüyü kimi toxuyuruq. Beləliklə gəlirik burada sancaq olan yerə qədər bu formada toxuyuruq. Götürdük, keçirdik qabağa, bu formada keçirdik, toxuyuruq. Sancaq olan yerə qədər bu formada toxuyaq. Sıranın sonuna doğru gəlirik. Götürürük. Sonuncudan götürürük. Bu formada eləyib toxuyuruq. Bir daha kanadından götürürük. Toxuduq. Gəlib çatdıq. Bura. Deməli burada sancağı çıxardıram. Burada hər birinə 2 dəfə salırıq. Boşluğun hər birinə 2 dəfə salırıq. 1 və eyni yerə bir də salırıq. 2. Deməli bunu birinci toxuduğumuza yenə də salırıq. Çünki bu itirməmək üçün. Bir daha. İndi burada hər birinə bu sonuncu sancağa, bu sancağa qədər hər birinin içinə 4 dənə toxumuşduq. İndi o 4 dənəni eləyirik 8. Hər birinin içinə 2 dənə toxuyuruq. Deməli, götürürük. Kanadın birini götürürük. Biraz sıx toxuduğum üçün çətin olur. Götürdüm. Deməli, buradan götürürük. 1 və eyni yerdən götürürük. 2. Bir daha növbəti boşluqdan buradan da götürürük. 1 və götürdük 2. İndi sancaq olan yerdən götürürük. Demək son kanadını götürdük. Bir eyni yerə bir də ikincini götürürük. Demək burada da ikinci götürdüğümüzə sancağımızı salırıq. Bu formada yerini itirməmək üçün. Burada deməli bu başa qədər bir dənə hər birindən bir dənə çıxarıb keçirdirik. Bir dənə götürdük. Toxuduq. Bir daha götürürük. Növbəti boşluqdan salırıq. Bu kənarlarda necə hər birindən, hər bir boşluqdan bir dənə çalmışdıqsa, burada da hər birindən bir dəfə salırıq.
Başa kadar bu formada gedirik. Saldık, götürdük, tokuyuruq, saldık, götürdük, tokuyuruq. Bir daha göstereyim. Götürdük, buradan götürürük ve tokuyuruq bu formada. İndi bu başa kadar eyni formada tokuyuruq. Sona gəlib çatırıq. Deməli, formada götürürük ve son boşluğa salırıq bu formada. Deməli, bir də bir ilmə tokuyuruq ve indi çevirdik. Çevirdik bu üzünə. Çevirəndən sonra deməli indi keçirik düz üzə. Düz üzdə necə toxumuşduqsa, deməli buradan salırıq, çıxartdıq, bunu toxuduq 2 dənəli. Daha sonra növbəti boşluğa keçirik. Bu formada toxuduq. Yenə də bir qanadını götürürük. İndi düz formada toxuyuruq. Formada. Deməli, yenə də bir qanadını götürürük. Boşluğa saldıq, götürdük. Bir qanadını götürürük. Növbəti boşluğa saldıq, toxuyuruq. Burada boşluqlar görünür. Götürdük, saldıq, toxuduq. Bu formada deməli sıranın sancaq olan yerə qədər, sancağın yanına qədər bu formada toxuyuruq. Sancaq olan yerə qədər gəldik. Mən sancağı çıxardıram. Saldım. Birini toxudum. Birincini toxudum. Sonra sancağı salaram yerinə. Çalışın ki bunu itirməyin. Yerini itirməyin. Birini toxudum. Eyni yerdən birini də toxuyuram. 2. Növbəti boşluğa keçirik. Deməli, növbəti boşluqdan da bir, 2. İkisini çıxartdım. Keçirik növbəti boşluğa. Buradan götürdüm qanadını. Götürürüm. 1. Eyni yerə salırıq. 2. Daha sonra keçirik növbəti boşluğa. 1. 2. Keçirik növbəti boşluğa. 1. Eyni yerə 2. Deməli bu sancaqla bu sancağın arasında olan boşluqların hamısına hər birinə 2 dəfə salırıq. 1. 2. Deməli 1. Burada götürürük. Çıxardırıq. 2. Və sonuncu 1. Eyni yerə salırıq. 2.
İkisini çıxartdıq və sancağı salırıq yerinə. Və burada da artıq hər birinin içinə bir dəfə salırıq. Saldım bir dənə. Keçirəm növbəti boşluğa. Növbəti boşluğa da buradadır. Ona da saldım bir dənə. Bu formada bu başa qədər gəlirik. Deməli bu formada saldım. Növbəti boşluğa saldım. Çıxartdım. Kanadı götürdüm. Saldım. Yenə də başa qədər gəlirik bu formada. Gəlib başa çıxdıq. Gəldik. Ən sona çatdıq. Bir dənə zincir çəkirik, çeviririk. Bir də neyinirik? Arxadan keçirdirik qabağa. Götürdük. Bu formada. Eyni formada devam edirik. Götürdük bu kanadı. Buradan çıxardırıq və toplayırıq. Götürdük. Bu kanadını götürürük. Çeviririk. Çəkib toplayırıq. Götürdük. Çevirdik. Çəkib toplayırıq. Bu formada bura qədər eyni cür gəlirik. Bir daha göstərim. Götürdük kanadını. Buradan da çıxartdıq. Üçünü bir yerdə. Buradan bu kanadı götürürük. Üçünü belə. Bu formada bura qədər gəlirik. Bir daha burayla buranın arasında hər birinin içindən 2 dəfə çıxardırıq. Daha sonra bura gəlirik. Eyni formada. Bura qədər gələk. Bir daha davam elətdirək. Xanımlar gəlib sancaq olan yerə çatdıq. Sancağı çıxardıram. İndi burada bu sırada birinə deməli bir cüt toxuyuram. Götürdüm. Bir sancağı salırıq. Yerini itirməmək üçün. Və bura bir də bir cüt olmalıdır. Bir daha bir də salırıq. Toxuduq. İndi burada ikisini toxuduq. İndi növbəti boşluğa bir dənə toxuyuruq. Bir cüt toxuduq. İndi növbəti boşluğa bir tək toxuyuruq. Tək toxuduq. Növbəti boşluğa cüt toxuyuruq. Bir və toxuyuruq. 2. Deməli növbəti boşluqda 1, növbəti boşluqda 2 toxuyuruq. 1, eyni yerə salırıq. Eyni yerdən ikincini də toxuyuruq. 2. Deməli bu sırada bir cüt, bir tək, bir cüt, bir tək. İndi növbəti tək toxuyuruq. Növbəti
cüt toxuyuruq. 1 ve eyni yerdən götürürük. 2 bir daha boşluktan götürürük. 1 ve boşluktan götürürük. Kanadından götürürük. Növbəti boşluktan 1 ve eyni yerden 2 götürdük. İndi yenə də növbəti 1 növbəti 1 eyni yerden ikinciye götürürük. Kanadından götürdük. Bir tane toxuyuruq ve kanadından götürürük. 1 ve ikincini toxuyuruq. Kanadından götürürük. Bir tane toxuyuruq ve kanadından götürürük. 1 ve eyni yerden götürdük. 2 yine de götürürük. Bir tane ve ilk sancakta toxuduğumuz kimi buradan da götürürük. 2 tane. 1 ve eyni boşluktan götürürük. 2 ve sancağımızı salırıq bura, yerini itirməmək üçün. Ve bu başa qədər deməli hər birindən bir dənə götürürük. Sıranın başına qədər gəlirik. Hanımlar, gəldik sona çatdıq. Deməli son boşluqdan da götürürük və bir ilmə keçirik. İndi ön tərəfə. Bir daha buradan salırıq. İkisinin içindən çıxardırıq və bu qanatdan bir də götürürük. Bu formada davam edirik. Qanatdan götürürük. Eyni. İndi də düz formada davam edirik. Sancağa qədər gəlirik. Deməli burada da gəldik, sancağa çatdıq. Burada indi 2 tək bir cüt toxuyuruq. Birini toxuduq. Sancağı salırıq. Bir tək toxudum. Daha sonra kanadını da götürürük. Burada da tək toxuyuram. Bu sırada buradan 2 tane çıxardıram. Bu formada bir daha bir tək növbəti boşluğa salıraq. Yenə də tək növbəti boşluqdan bir cüt toxuyuram. Bir dəfə götürdüm. İkincidən də eyni yerdən götürürəm, cüt olur.
Bir daha. Bir tek. Yanındakinden götürürəm. Bir tek. Ve yanındakinden götürürəm. Bundan bir cüt götürürəm. Bu formada deməli bu sancaqdan bu sancağa qədər 2 tek bir cüt. 2 tek bir cüt. Bu formada bu sancaq olan yerə qədər gəlirik. Bunlar gəldik. Sonunu toxuyuruq. Bir cüt toxuduq. İndi bir tek. İkincində tek toxuyuruq. Deməli bu formada toxuduq. Buradan bura qədər artıq tek toxuyuruq. Sona qədər tek toxuyuruq. Bu formada. Götürdük, toxuduq. Qanatdan götürürük. Buradan salırıq. Götürdük. Qanadı götürürük. Eyni cür. Sona qədər gələk. Hanımlar, toxuduq, gəldik, başa çatdıq. Bir zincir tek çəkirəm. İndi bunu başlayıram baş tərəfini toxumağa. Bura tutdum mən bu formada. Ağız qapağı bu qədər yetərlidir. Daha çox toxumaq istəmirəm. Tam kənarına qədər örtübdüm. İndi siz ola bilər ki, sizin ipiniz qalın olsun və yaxud da nazik olsun. Ona uyğun siz sırasını artırıb azalda bilərsiniz. Siz əsasən çantanızın tutun. Əgər tam bağlayırsa, tam şəkildə belə bağlayırsa, demək yetərlidir. Deməli, buradan bura qədər, bu kənarı toxuyacaq qədər, burada ilmə neçə dənədirsə, o qədər də toxumalıyam. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Deməli, mən 1 toxudum. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, sonuncu ilmeden toxudum. 14 formada 14 ilmə toxudum. İndi kənardan bu kənarından bu kənarı tam tuturuq və bunu istəyən tikə bilər. Mən tikmədən milçəklə birləşdirmək istəyirəm. Deməli, formada bu ilmədən də götürdüm. Başdakı ilmədən buradan da götürdüm. Bunların ikisinin içindən çıxardıram. Daha sonra bu ilmədən götürürəm və bunun ilk ilməsini götürürəm. İkinci ilmədən formada.
Deməli, hər ilmədən, buradan da hər ilmədən götürürəm. Bunu belə içindən çıxardıram. Buradan da götürdüm. Buradan da götürdüm. Çıxartdım. Formada. Buradan da götürdüm. Bu formada hiçbir ilməni arada qoymadan formada keçib gəlirik başa qədər. Deməli, hanımlar, sancaqlar artıq bizə lazım deyil, çıxardırıq. Bu formada tikdik. Deməli, bunu belə elədim. Bir daha buradan çıxardaq. Artıq bunu kesib çıxardırıq. Bu ipi. Bunu kəsirik. Və deməli, çantamız hazırdır. Çantamıza istədiyiniz naxışı qoya bilərsiniz. Məsələn, mən bu çiçəyi də qoya bilərəm. Və yaxud da belə bir xırda çiçək də qoya bilərəm. Və yaxud da elə sadə formada da eləyə bilərəm. Heç bir şey eləmədən də. Siz ürəyiniz necə istəyirsə, istədiyiniz formada naxışlar qoya bilərsiniz. Mənə bu balaca çiçək daha xoş gəldi. Və mən bunun qulpunu bu formada eləmək istəyirəm. Bu formada. Deməli, istəsəniz tikərsiniz. Bunu bura salıram. Daha sonra bunu burasından möhkəm olmağı üçün, daha da keyfiyyətli olmağı üçün tikəcəm. Deməli, buradan kanalımda çantalar üçün toxumuşam. Çantanın kəmərini, tokkasını toxumuşam. İstəsəniz götürüb onun kimi toxuya bilərsiniz. O da çox gözəl görünür. Mən buna yaraşacağımı düşündüyüm üçün belə bir şey etməyi fikirləşdim, düşündüm. Siz də istədiyiniz kimi bunu daha sonra tikəcəm. Və bunu bu hissəsi üçün belə formada deməli formada belə bir bura tikəcəyik və üzərinə bu belə bir kəmər. Uşaqlarımız üçün çox gözəl. Mənə elə gəlir ki, bir aksesuar oldu.